Herkese salam. Bu videoda xaricdə təhsil alanda diqqət edilməli bəzi məqamları sizlə bölüşmək istəyirəm. Hansı ki, daha öncə bilsəydim, daha yaxşı olardım. Gəlin başlayaq. Əslində bəzi şeyləri daha öncə demiş olsam da, bir dəfə də üstündən keçmək və daha detallı başa salmaq istəyirəm. İlk öncə məncə diqqət yetirməli olduğumuz mövzu büdcə planlamasıdır. Xaricə gedərkən büdcə planlaması eləməlisiniz. Bu nə deməkdir? Seçdiyiniz ölkənin, seçdiyiniz universitetin sizdən nə qədər pul tələb elədiyini getməzdən əvvəl hesablamalısınız. Bəs büdcə planlamasını nəyə görə eləməliyik? Məncə bu mənim şəxsi düşüncəmdir. Universitet nə qədər ucuz olarsa, o qədər yaxşıdır. Beləliklə siz büdcənizi daha çox öz həyat keyfiyyətinizə, qalacağınız evə, yeyəcəyiniz yeməyə xərcləyə bilərsiniz. Çünki ola bilər ki, bu arada universitet çox ucuz ola bilər, amma yaşadığınız ölkə baha ola bilər. Və ya universitet baha ola bilər, amma ölkə bir çox şanslar suna bilər. Məsələn, Dubaydakı universitetlər illiyi çox baha olsa da, Dubayda pul qazanmaq daha asandır. Nəinki gedib məsələn İtaliyada yaşamaq. Yəni bu barədən fikirləşsək, gərək hər şeyi ölçüb biçək. Amma məsələn Dubaydakı universitetlərə mən o qədər pul verməzdim. Niyə? Çünki universitetlər təzədir. Yəni nə bilim, Sapienza hara, Wollongong Universiteti hara. Rating söhbəti də var burada. Ona görə çalışın, əgər universitetə yaxşı pul ödəyəcəksinizsə, buna dəysin. Elə fakültələr var ki, məsələn, incəsənətdə təqaüd yoxdur. Təqaüd çox nadir olar. O bəlkə interior dizayn olar, bəlkə arxitektura olar. Amma məsələn, moda dizayn kimi, qrafik dizayn kimi, daha sonra stilistlik oxumaq, bunlara təqaüd demək olar ki, yoxdur. İndirim almaq olar və ya özəl təqaüdlər olur. Portfolyonuzu bəyənsələr, məsələn, seçirlər. Mən məsələn elə eləmişdim. İncəsənət oxuduğuma görə biraz mənə baha başa gəldi. Amma yenə də öz səylərimlə private scholarshiplərə müraciət elədim və birini qazandım. 5000 euro təqaüd qazanmışdım. Onu da daha çox illiyimdən indirim kimi istifadə elədim. Yəni bu daha sərf elədi mənə. Ona görə getdiyiniz ölkənin sizə nə qədər başa gələcəyini, oradakı ev kiraların qiyməti, su pulu, qaz pulu, transportation, market alış-verişi, bunların hər xırdalığına kimi diqqət yetirib elə qərar verməlisiniz. Əgər maddi vəziyyət yaxşıdırsa, tövsiyə eləyərdim ki, məsələn 3 il oxuyacaqsınızsa, 3 ili birdən ödəyin. Təqaüdlə girəcəksinizsə, lap əla. Universitetə illik ödəməmək ən gözəlidir. Məsələn, mən valideyn olsam, çox varlı bir valideyn olsam, çalışaram yenə də övladımı təqaüdlə oxudum və ya əgər təqaüdsüz oxudacamsa da çox aşağı bir qiymətə oxudum. Düşünürəm ki, universitetə pul vermək mənasızdır. Yəni bu fikrimi heç kim dəyişə bilməyəcək. Hələ ki məntiqli bir açıqlama görmürəm çünki buna qarşı. Büdcə planlamasını elədiyi hər şey əla, okey. Bəs mən hansı ölkədə oxumalıyam? Bunu seçərkən biraz gələcəyə yönəlik seçməliyik. Qayıtmağı planlayırsan, yoxsa orada qalmağı planlayırsan? Birinci, bunda qərar qılmalıyıq. Əgər qayıtmağı planlayırsansa, tövsiyə eləyərdim ki, daha prestijli, daha belə diplomda adı gözəl görünən bir universitetə daxil olasan. Əgər qalmağı planlayırsansa, viza verməyi daha asan olan, daha səni orada necə deyim, internshiplərə göndərən bir universitet seçəsən. Kariyer servisi yaxşı işləyən bir universitet. Çünki əgər orada yaşayacaqsansa, eyni zamanda sən orada nə ehtiyac var, hansı peşəyə ehtiyac var, bunları da seçməlisən və buna uyğun bir peşə seçməlisən. Əgər buna uyğun bir peşə seçə bilirsənsə, internshiplərdə o qədər asanlıqla tapılacaq. Yəni iş tapmağında asan olacaq, beləliklə iş vizası alıb qala bilərsən. Məsələn, Latviya, sonra Polşa, bu dəqiqə Azərbaycanlılar üçün pik ölkələrdə Avropada. Təhsilləri çox əla olmasa da, məsələn, İngiltərənin təhsili ilə Polşanın təhsili bir deyil. Amma
Polşada yaşama şansın daha çoxdur, nəinki İngiltərə. Və Polşada yaşayıb daha sonra digər Avropa ölkələrinə çıxma şansın daha çoxdur. İtaliyada yaşaya bilərsən, İspaniyada yaşaya bilərsən. Ona görə birinci qərar ver. Qayıtmaq istəyirsən, yoxsa orada qalıb bir həyat qurmaq istəyirsən? Dildən qorxma. Özgüvənli ol. Mən məsələn çox qorxurdum. Çünki düşünürdüm ki, Avropalılar məndən daha ağıllıdır, daha bacarıqlıdır, daha yaxşı ingilis dili danışacaqlar, daha yaxşı oxuyacaqlar və mən geridə qalacağam. Çünki onların əli daha çox şeyə çatır. Belə düşünürdüm. Gedəndən sonra gördüm ki, bu tamamilə səhv fikirlərdir. Hətta mən onlara dərs də keçə bilərdim. Biz Azərbaycanlılar hər şeyə qabaqcadan hazırlıqlı olmağı sevirik. Ona görə nəyi var öyrənirik, gedirik. Gedəndən sonra görürük ki, yəni buna ehtiyac yox imiş. Zaten sən oraya gedirsən ki, sənə öyrətsinlər bunu. Amma biz zaten bunu burada öyrənib elə gedirik. Çünki bizdə belə öyrədiblər. Yəni. Amma onlar elə deyil. Ona görə qorxma. Qorxma ki, səndən daha yaxşı ingilis dili danışacaqlar, səndən daha yaxşı oxuyacaqlar. Özgüvənlə get. Əgər ana dili başqa bir ölkəyə gedirsənsə, məsələn İspaniya, yenə də qorxma. O da insandır, sən də insansan. Və insan elə bir məxluqdur ki, yəni səni Çinə də atsalar, heç nə öyrənməsən də, axır əvvəl sən o dili danışacaqsan. Axır əvvəl sən onu başa düşəcəksən. Ona görə qorxma. Biraz çətinlik ola bilər. Komfort zonadan çıxmaq təbii ki də insana qorxu verir. Amma axırı həmişə yaxşı olur. Komfort zonadan çıxmağa ona görə qorxma. İstəyərdim ki, biraz öz tələbəlik illərimdən də danışım. Mən Londonda oxumuşam və Londonda tələbə olmaq necə bir hissdir, necə bir yaşam tərzim var idi. Bu haqda da bəzi fikirlər bölüşmək istəyirəm. İlk öncə onu deyə bilərəm ki, bir tələbə üçün ən gözəl şəhərlərdən biri Londondur. Yəni dünyanın hər yerindən insan orada var. Çox təmiz, çox belə nizam, intizam olan bir ölkədir İngiltərə ümumiyyətlə. Və təhlükəsizlik baxımından da həqiqətən çox yaxşıdır. Yəni mənim başıma 3 il orada yaşamışam, hələ ki heç nə gəlməyib. Hər şeyin ən gözəli də oradadır deyə düşünürəm. Mən Amerikada da olmuşam, New Yorkda da olmuşam, yəni metropolis yerlərdə olmuşam. Amma Londonda olan şeylər digər ölkələrdə, digər böyük şəhərlərdə yoxdur. Elə bil London üçün spesifik olaraq bəzi şeylər düzəlir. Tələbələr də əksər hallarda çox keyfiyyətli olurlar. Yəni necə deyim, narkotikə qurşanmaq falan filan bu tip şeylər adətən olmur orada. Ona görə məsələn mən valideyn olsam, qızımı, oğlumu Londona göndərmək istəyərdim oxumaq üçün. Həqiqətən həm çox güvənilir yerdir, həm də çox şey görəcək. Yaxşı insanlarla tanış olacaq, yaxşı connection quracaq. Amma çox bahalıqdır. Negativ tərəfləri də budur. Mənim getdiyim il hətta o qədər bahalıq deyil idi, yəni normal idi. Coviddən sonra ekstra bir qiymətlərdə artım oldu, xüsusilə kiralarda. Yəni düşünün ki, mənim sinifimdə Pakistanın təhsil nazirinin qızı oxuyurdu. Yəni necə deyim, kraliça kimi yaşayırdı da bu qız Pakistanda. Çox varlıydılar, çox varlıydılar. Amma o qız Londonda mənim indi Azərbaycanda yaşadığım kimi yaşayırdı. Yəni normal. Yəni çox varlı bir insan orada çox varlı yaşaya bilmir. O qədər bahalıq bir yerdir. Yəni orada çox varlı yaşayan insanlar o belə dəhşət varlı ərəb şeyxlərinin ailələridir. Həqiqətən İngiltərənin ən varlı kəsimi ərəblərdir və varlı Hindistanlılardır. Öz milləti əslində o qədər də şey deyil. Yəni yaxşı keçinmir. Hətta ingilislər özləri də yəni bu vəziyyətdən qanaqlayır ki, maaşlar yetəri qədər çatdıra bilmirik heç nəyə. Xüsusilə transportation, nəqliyyat çox bahadır. Metro ilə bir gediş bizim pulla gəlir 7-8 manata. Gediş gəliş olur 16 manat, 17 manat. Yəni çatdırmaq qeyri-mümkün. Mən hətta
O qədər gəzirdim ki, ayaqla, hər yerə ayaqla gedirdim. Yəni artıq öyrəşmişdim. Çünki London elə də böyük bir yer deyil. Hər yeri centerdir deyənə insana elə gəlir ki, London Bakıdan böyükdür. Amma London Bakıdan böyük deyil. Ölçüm olaraq London Bakıdan hətta balacadır. Bunu mən hər yerə ayaqla gedəndə kəşf eləmişəm. Yəni hər yer elə bil mənim üçün Gənclik Nərimanov məsafəsi idi. Kiralar haqqında danışsaq, mənim qaldığım vaxtda ən ucuz evin kirası həftəlik 500 pound sterling idi. Bu da bizim bundan təqribən 1000 manat falan eləyir. Mən rəfiqəmlə qalırdım, 2 otaqlı evdə qalırdıq. Həftəsi 500 pound idi. Biraz məntiqsizlik var burada. Orada yəni bir otaqlı evdə 500 pound, 2 otaqlı evdə 500 pound bəzi yerlərdə. Belədir, yəni biz 2 nəfər qalmağı seçdik, daha uyğun gəlirdi. Qaldığımız səmt isə Bakı ilə ölçsək, məsələn, harda qalırdım deyəlim. Nərimanovda qalırdım. Gənclik, Nərimanova bu tərəfdə qalırdım kimi bir şeydir də, yəni təqribən. Çünki universitetimə yaxın idi. Universitetimə ayaqla 5 dəqiqəlik yol idi. Mən çox tənbələm bu barədə, ona görə dedim ki, mən universitetin hətta edə bilsəm içindən tutardım evi. Universitetə yaxın idi deyənə oradan tutduq evi. Deyə bilərsiniz ki, məsələn, get daha uzaq yerdə qal da, yəni çatdıra bilmirsənsə, onu da hesablamışam. Məsələn, bizim Sumqayıtımız kimi Londonda da belə bir yer var. Orada kiralar daha ucuzdur. Amma çox da ucuz deyil. Məsələn, Gənclikdə 500 pounddadırsa, Sumqayıtda 300 pounddadır. 200 pound fərq eləyir. Amma sən bu pulun 2 qatını yenə nəqliyyatda xərcləyirsən. Mən hər gün hesabladım, hətta hər gün universitetə gedib gəlsəm metro ilə fikirləşirəm elə. Mənim yəni aya ondan da çox pulum çıxır. Ondansa universitetə yaxın ev tutub ayaqla gedib gəlmək mənə daha çox sərf eləyirdi. Hətta belə bir şeylər də olurdu. Məsələn, evdə yemək bişirmək daha baha başa gəlirdi, nəinki gedib çöldə yemək. Belə məqamlar da var. Orada marketlər də çox fərqli segmentlərdə idi. Azərbaycanda da əslində elədir. Yəni Bravo, Oba, Bazar Store hərəsi fərqli segmentlərdədir. Hər cür məhsul satılır. Onlarda da elədir. Məsələn, Tesco var. Tesco daha belə ucuzdur, daha uyğun qiymətədir. Sainsbury var. O da Tesco ilə demək olar ki, oxşardır. Amma Waitrose var məsələn. Waitrose artıq üst səviyyədir. Harrods marketi var. O daha belə üst səviyyəli lüks marketdir. Portbakı bazarı kimi fikirləşin. Məhsullarda, yəni eyni məhsullar da var, amma təbii ki də orada daha bahadır. Amma mən nə edirdim? Mən onların fermer marketlərini tapmışdım. Biraz uzaqda yerləşirdi. Yəni necə deyim, elə bil Bakıdan Sumqayıta, elə bir uzaqlıqda. Amma onların öz yerli fermerləri gətirirdi, öz məhsullarını satırdı. Və meşoq satırdılar, ona görə daha ucuza başa gəlirdi. İngilislərin də ən ucuz məhsulu markovdur, kök. Mən meşoq kök alırdım, tərəvəz, meyvə, bunları alırdım daha ucuza. Marketdə məsələn bir dənə avokadonu bizim pulla 8-9 manata satırdılar. Amma mən fermer marketdən onu bizim pulla 1 manata alırdım. Çox fərq var. 8 qatı bahasına qoyurlar. Təbii ki də onu daşımaq da var, daşıyıb gətirmək də var. Amma yəni daha az pul xərcləyirsən və daha keyfiyyətli olurlar adətən. Və bəzi yeməklər var ki, məsələn bizdə bahalı olan şeylər orada ucuzdur. Məsələn, qızıl balıq. Qızıl balıq bizdə bahalı sayılır. Amma orada qızıl balıq elə də bahalı bir şey deyil. Ona görə demək olar ki, mən hər şeyə qızıl balıq yeyirdim. Belə şeylər yəni olur. Hətta belə bir hekayə eşitmişdim. Mənim tanışlarım getmişdilər Kolumbiyaya. Kolumbiyada bir ailənin evinə qonaq gediblər və stola onlar armud, alma, bu tip meyvələr qoyublar. Onlarda da bilirsiniz belə papaya, əjdaha meyvəsi bunlar məşhurdur da, yəni tropik meyvələr. Bizimkilər də deyib ki, bunlara bax da, yəni armud alma qoyublar, belə armud alma görməmişik. Sonradan söhbət açılanda onlar başa düşüb ki, Kolumbiya üçün armud belə lüks meyvədir. Onlar üçün papayadır, əjdaha meyvəsidir, kakanat, yəni bu tip meyvələr necə deyim, ucuz meyvə sayılır da.
Bizdə necə onlar egzotik sayılır, onlarda da armud egzotikdir. Bu da yəni oxşar bir şeydir. Yəni demək istədim, əslində Kolumbiyalılar hörmət cəhətdən ən egzotik meyvələrini qoyublar bizimkilərin qabağına. Təbii ki də bizimkilər başa düşmədiyi üçün belə bir nüans yaranıb. Belə, amma yaxşı bir təcrübə oldu mənim üçün orada yaşamaq. Çünki dediyim kimi, hər şeyin ən yaxşısı orada olduğu üçün mən hər şeyin ən yaxşısı nədir bilirəm. Yəni mənim başımı aldada bilmərsiniz. Və sadəcə London yox, İngiltərənin digər şəhərləri də çox maraqlıdır, gəzməyə dəyər. Gələk təhsilə. Mənim şəxsi fikrimi soruşsanız, əgər mənim indiki ağlım 18 yaşımda məndə olsaydı, mən universitetə getməzdim. Ondansa mən o pulu götürərdim, biznes qurardım özümə. Bir işlə məşğul olardım. Çünki sən zaten universiteti bitirib işləmək üçün oxuyursan da, yəni pul qazanmaq üçün oxuyursan. Əgər sən bu pulu invest eləyib daha çoxunu qazana biləcəksənsə, oxumağın nə mənası var? Təhsil üçün verirsənsə, yəni deyə bilərsiniz ki, niyə elə deyirsən ki, təhsil lazımdır insana? Təbii ki də təhsil lazımdır. Amma sən universitetdə bilmədiyin heç nə öyrənməyəcəksən. Öz səylərinlə öyrənəcəksən. Universitetdə yəni, məlumatlar var. Amma sən onu gedib götürmək istəyirsənsə öyrənəcəksən. Gedib götürmək istəməyən insan onu öyrənməyəcək. İldə yəni milyonlarla tələbə məzun olur. Amma hərəsi fərqli şeyləri götürür. Biri götürür, biri götürmür. Biri öyrənir, biri öyrənmir. Və mən düşünürəm ki, ən gözəl təhsil insanın özünə verdiyidir. Bunun üçün gedib universitet oxumağa çox da ehtiyac yoxdur. Biz sadəcə bunu diplom üçün eləyirik. Diplomla sübut eləyirik ki, mən bunu oxudum, mən bunu bilirəm. Baxın, mən bunu bilirəm. Qaldı ki, bir çox yerdə bunu ödənişlə də alırlar, pulla da diplom alırlar, bilirsiniz. Yəni, hətta sən sübut eləyə bilərsən ki, bu ixtisası bilirəm, amma reallıqda sən heç nə bilməyə bilərsən. Ona görə sənə lazım olan əslində o şeyi bilməkdir. Diplom isə sadəcə cəmiyyətə bunu sübut eləmək üçün var. Məsələn, keçmişdəki alimlərin diplomu olub, Məsəd Gəncəvinin diplomu olub, Aristotelin diplomu olub, Da Vinci'nin diplomu olub. Bunlar hamısı yəni düşünürəm ki, kapitalizmin bir tərəfidir, amma məcburuq ki, bunu eləyək. Çünki hansısa bir yerə işə düzəlmək istəyirsən, səndən diplom tələb edir və diplomun yoxdursa sənə belə cahil gözü ilə baxırlar. Baxmayaraq ki, qarşındakı 5 dənə diplom da alsa, səni ilə eyni dünya görüşünə malik deyil. Diplom ona görə insanın intellektindən, məlumatından heç bir şeyi xəbər vermir. Bu sadəcə sübut üçün alınmış bir şeydir. Təbii ki də çox gözəl olar ki, siz həm çox gözəl bir tələbə olasınız, həm öz ixtisasınızı əla biləsiniz və həm də bunun sizdə sübutu, yəni diplomu ola. Bu çox əla bir şeydir. Amma əgər sən o ixtisası yaxşı bilmirsənsə, məncə o diploma da layiq deyilsən. Artıq dərəcədə xahiş edirəm. Gələcəyə yönəlik fikirləşin, elə qərar verin. Şahmat kimidir bu, yəni sən 3-4 addım sonrasını fikirləşmədən birinci addımı atanda qarışacaq hər şey. Sən əgər doğru açılışla açmırsansa oyunu, ortalarda sən itirəcəksən kontrolu. Şahmat kimidir, şahmat oynayanlarınız bilər nəyi demək istəyirəm. Yəni, bir çox insan mənə yazır, Cemdən mənə yazırsınız ki, mən marketinq oxuyuram, məsələn. Amma təyyarə bələdçisi olmaq istəyirəm. Marketinq oxuyandan sonra təyyarə bələdçisi ola bilərəm. Mənə sadəcə maraqlıdır. Əgər təyyarə bələdçisi olmaq istəyirsənsə, niyə marketinq oxuyursan? Əgər marketinq oxuyursansa və bu sahə üzrə özünü inkişaf elətdirmək istəyirsənsə, niyə təyyarə bələdçisi olmaq istəyirsən? Bir addım sonrası nədir? Nədir sənin 10 il sonraki planın? Otur, kağıza yaz. 10 il sonra özümü harda görürəm? 10 il sonra mən kim olmaq istəyirəm? 10 il sonraki mən nə işlə məşğuldur? Neyniyir? Hansı ölkədə yaşayır? Bunları oturun, düzgün formada yazın və qərarlaşdırın.
Ondan sonra ixtisas seçimi eləyin. Ondan sonra ölkə seçimi eləyin. Əgər sən 10 il sonra özünü İtaliyada və ya İspaniyada görmək istəyirsənsə, onda sənə vizanı rahat verəcək ölkələri seçməlisən. Gedib məsələn İngiltərəyi seçməyin mənasızdır. Təbii ki də hər şey şans məsələsi də ola bilər. İngiltərəyə getdin, İspan biri ilə tanış oldun, sevdin, evləndin, İspaniyada yaşadın. Bu istisnalardır artıq. Amma daha məntiqən, daha stratejik şəkildə yanaşsaq, bu adətən belə olmur. Digər bir məqam, otur qərarlaşdır. Kiməsə görə işləmək istəyirsən, yoxsa öz işini qurmaq istəyirsən? Əgər öz işini qurmaq istəyirsənsə, onda sən sahibkar kimi fikirləşməlisən. Əgər kiməsə görə, hansısa şirkətə görə işləmək istəyirsənsə, onda o şirkətin tələblərini öyrənməlisən ki, ona uyğunlaşasan. Məsələn, mən baxıram ki, bəzi insanlar böyük şirkətlərdə işləmək üçün doğulub. Bunu çox yaxşı bacarırlar. Bəziləri isə şəxsi sahibkar olmaq üçün doğulub. Bu adamlar kiminsə qanunu ilə getmək üçün doğulmayıblar. Məsələn, mən şəxsən belə bir insanam. Amma mən bunun fərqinə çox gec varmışam. Kaş 18 yaşımda mən bunu fikirləşə bilərdim. Əgər 18 yaşımda dediyim kimi bunu fikirləşə bilsəydim, mən pulumu yığıb bir bizneslə məşğul olardım. Çünki görürəm ki, universitetin mənə verdiyi təhsili mən öz-özümə zaten vermişəm. Mən ora gedəndə artıq hər şey bilirdim. Mən hazır idim. Mənim heç nə ehtiyacım yox idi. Təbii ki də yenə də öyrəndiyim məqamlar olub. Amma o pula dəyərmi? Müəmmalıdır. Bəs yenə olsa, yenə gedərəmmi? Deyəlim ki, sehirli bir şəkildə 18 yaşıma geri qayıtdım. Və mənə seçim şansı verdilər ki, yenidən İngiltərədə gedib təhsil almaq, yoxsa bu pulu biznesə yatırmaq. Bu suala cavabım həm yox, həm də hə ola bilərdi. Çünki İngiltərədə mən çox gözəl təcrübələr yığdım. Çox gözəl dostluqlarım oldu. Çox şey öyrəndim. Özümü kəşf elədim. Azad yaşamağı öyrəndim. Yəni, Azərbaycanlı qız idim da, yəni saat 6-da evdə olan qızlardan biri idim. Hər yerə anam, atam aparıb gətirirdi. Çölə çox yəni çıxmırdım mən. Hazırlıq, ev, məktəb, hazırlıq, ev, məktəb. Yəni, açılışmamışdım. Təbii ki də xarica göndərirdilər, yay məktəblərinə falan gedirdim. Orada biraz yavaş-yavaş kəşf edirdim özümü. Yenə də çox introvert idim. Amma mən universitetə gedəndən sonra özümü kəşf elədim. Ondan sonra mən anladım ki, məsələn, mən bir çox şey bacara bilirəm. Mənim çox yaxşı danışıq qabiliyyətim var, iqna qabiliyyətim var. Yola gətirə bilirəm insanları. Bunları mən bilmirdim. Mən ilk dəfə tək başıma səyahət elədim. 70 kilo yüklə. 48 kiloydum. 48 kilo özüməm, yüküm 70 kilodur. Düşünün yəni. Plus xəstə idim. İlk dəfə mən tək başıma səyahət elədim. Mənə heç kim qarşılamadı. Heç kim gəlib götürmədi. Özü gecə idi. Mənim üçün bilirsiniz, ən böyük dərd nə idi o vaxt? Taksi sifariş vermək. Mən onun dərdini çəkirdim. 6 saat təyyarədə mən onun dərdini çəkdim ki, Allah, mən necə taksi sifariş verəcəm? İndi isə bu çox gülməli gəlir mənə. Bəli, həyat belədir. Yəni getməsəydim mən bu təcrübələri bəlkə çox gec öyrənəcəkdim və ya heç öyrənməyəcəkdim. Bəlkə də mənim indiki ağlımın belə olmağının ən böyük səbəbkarı oradakı təcrübələrimdir. Ona görə bəlkə də yenidən mən Londonda oxumağı seçərdim. Bu qədər videom. Suallarınız olsa kommentariyada bildirərsiniz. İzlədiyinizə görə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın, bəyənməyi unutmayın. Sağ olun.